Cəfər Cabbarlı adına 161 nömrəli məktəb ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-Biologiya müəllimliyi ixtisasının 5-ci kurs tələbələrinin təşkilatçılığı ilə KimBioFest adlı kimya və biologiya fənlərindən bilik yarışı təşkil olunub. Tədbirdə məktəbin direktoru Rəna Hüseynova, məktəbin kimya və biologiya müəllimləri Təranə Əmiraslanlı, Mədinə Hacı, Kimya laboratoriyası üzrə mütəxəssis Xuraman Qəmbərova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Fəridə Xudiyeva, Rumiyə Camalova, kimya metodisti Vəfa Musalı, biologiya üzrə fəlsəfə doktoru Şirin Mahmudova, baş müəllim İradə Məmmədova, həmçinin universitetin və məktəbin tələbələri iştirak ediblər. Yeni Çağaz xəbər verir ki, tədbir başlamazdan əvvəl şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan dövlət himni səsləndirilib. Daha sonra yarışma ilə müşayiət olunan tədbir başlayıb. Tədbiri açan məktəbin direktoru Rəna Hüseynova təcrübəçiləri təbrik edərək təşəkkürlərini bildirib. Gələcək müəllimlik fəaliyyətində uğurlar arzulayıb. Məktəblilərə isə uğurlar diləyərək onları da təbrik edib və güclü olan qazansın devizi ilə çıxışını yekunlaşdırıb. Azərbaycan Pedaqoji Universitetinin təcrübəçi müəlliməsi Mütəllimova Nüşabə bayraq şeirini səsləndirərək Azərbaycan bayrağını təqdim edib. Bayraqları bayraq yapan üstündəki qandır. Torpaq, əgər uğrunda önəm varsa vətəndir. Daha sonra yarışma haqqında məlumat verilib və yarışmaya start verilib. Yarışma 161 nömrəli məktəbin 3 sinfi arasında gen zərrəcikləri, biatomlar, molekul ulduzları komandaları arasında keçirilib. Yarışma 3 mərhələdən ibarət olub. Qapalı, situasiya tipli və şagirdlərin yaradıcılıq bacarıqlarını yoxlamaq mərhələsi. Qeyd edək ki, hər mərhələdə toplanan ballar yarışmanın qalibini müəyyən edib. Mərhələ başa çatdıqdan sonra isə münsiflər heyəti cavabları yoxlayarkən 7-ci sinif şagirdləri gitara müşayiəti ilə Cənab Leytenant Şən Azərbaycan mahnısını ifa ediblər. Yarışma maraqla davam edib. Daha sonra söz Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji dosenti Fəridə xanıma verilib. O tələbələrini təbrik edərək müəllimlik yollarında onlara uğurlar arzulayıb. Biologiya üzrə fəlsəfə doktoru Şirin xanım isə çıxış edərək məktəbin şagird və müəllimlərinə uğurlar diləyib. Gənc müəllimlərə müəllimlik yolunda uğurlar arzulayıb. Rumiyə müəllimə də öz çıxışında təcrübəçi tələbələrinə kimya elminə sevgisini ifadə edib. Məktəbin direktoruna və müəllimlərinə təşəkkür edərək müəllim ömrü şeirini söyləyib. Növbəti mərhələdə isə ballar hesablandıqdan sonra qalib komanda elan olunub və sertifikatları təqdim etmək üçün səhnəyə dəvət olunublar. 3-cü yerin qaliblərinə sertifikatlarını təqdim edən Ülviyə müəllimə vurğulayıb ki, bu yarışmada 3-cü yerə layiq görülənlər bilik və bacarıqlarını nümayiş etdirdikləri üçün əsl qalibdilər. 2-ci yerin qaliblərinə sertifikatlarını təqdim edən Mədinə müəllimə çıxışında bildirib ki, bu uğur onların zəhmətinin bəhrəsidir. Siz təkcə yarışın deyil, eyni zamanda gələcəyin də qaliblərisiz. Məktəbin kimya-biologiya müəlliməsi Təranə Əmiraslanlı da 1-ci yerin qaliblərinə sertifikatları təqdim edərək bildirib ki, bu nailiyyət onların bilik və səylərinin təntənəsidir. O, qalibləri ürəkdən təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra kimya laboratoriyası otağında təcrübəçi müəllimlər məktəbin kimya laborantı Xuraman Qəmbərova ilə birlikdə lakmus indikatorunun təsiri ilə Azərbaycan bayrağının rənglərini, süni qan reaksiyasını, butan qazının yanması ilə köpük şousunu, oksigen qazının alınmasını, kimyəvi maddələrin yanmasını və yod ləkəsinin C vitamini ilə aparılmasını nümayiş etdirərək şagirdlərə bilik və bacarıqlarını bölüşüblər. Təcrübələr maraqlı və faydalı nümunələrlə zəngin olub. Tədbirin sonunda isə xatirə şəkli çəkilib.